Salam. Biyologiya 7-ci sinif 1-ci hissədən 3-cü bölmədə qalmışdıq. Bu 3-cü bölmənin girişidir. Bitkilərdə çoxalma. Bəzi çiçəklər tozlayıcılarını aldadır. Yabanı səhləb olan qaş səhləbi və ya xarı bülbül çiçəyinin forması və rəngi dişi arıya bənzəyir. Erkək arılar dişi arılar hesab etdikləri bu çiçəklərə maraq göstərir və onların üzərinə qonur. Arıların güclü hərəkətləri çoxlu miqdarda tozluqları silkələyir. Bu zaman arıların bədənləri tozcuqlarla örtülür. Arılar onları cəlb edən digər səhləb çiçəklərinə qonduqda tozcuqlar çiçəklərin dişicik ağacıqlarına köçürülür. Çiçəklərin fərqli xüsusiyyətləri müxtəlif tozlayıcılar üçün cəlbedicidir. Qıf şəkilli çiçəklər kəpənəklər kimi uzun, boru şəkilli sorucu ağzı olan həşəratları və ya kolibri kimi uzun dimdikli quşları cəlb edir. Yanda yazılan suallarda isə 1-ci, 2-ci və 3-cü sualları görürəm ki, asan suallardır. Hətta 3-cü sualı düşünmək olar ki, nə üçün müxtəlif bitkilərin toxumlarının torpağa səpini fərqli vaxtlarda aparılır. 4-cü sual da çox önəmlidir. Lobya və noxud bitkilərinin meyvələrini tam yetişmədən yığmaq niyə lazımdır? Budur. Kəpənəklərin bir qismi, deməli, harada qalmışdı? Qıf şəkilli çiçəklər, buradan başlayıram. Qıf şəkilli çiçəklər kəpənəklər kimi uzun boru şəkilli sorucu ağzı olan həşəratları və ya kolibri kimi uzun dimdikli quşları cəlb edir. Mavi və bənövşəyi rəngli çiçəklər arılar üçün daha cəlb edicidir. Kəpənəklərin bir qismi çox vaxt qırmızı rəngə üstünlük verir. Bəzi kəpənəklər və yarasalar tərəfindən tozlanan bitkilər adətən gecə çiçək açır. Onların ləçəkləri parlaq deyil, əksinə şirin və ətirli olur. Milçəklərin tozlandırdığı gəndalaş kimi bitkilər əsasən çürüyən ətiyi verir. Bölmədə öyrənəcəksiniz. Çiçək, vegetativ və reproduktiv hissələrdən oxuyum mənim bir dəqiqə. Çiçək, vegetativ və reproduktiv hissələrdən ibarətdir. Meyvənin əmələ gəlməsi və toxumun inkişafı üçün əvvəlcə tozlanma, sonra isə mayalanma baş verməlidir. Çiçəkli bitkilər çarpaz və ya öz-özünə tozlanır. Bitkilər şirəli, quru, bir toxumlu və çox toxumlu meyvələr əmələ gətirir. Toxumların cücərməsi üçün canlı rüşeym, su, hava və müəyyən temperatur lazımdır. Cücərmə nələrdən asılı oldu? Elə burada yazılıb özü ki, rüşeymin özündən, sudan, havadan və müəyyən temperaturdan ki, temperatur müəyyən dərəcədə olmalıdır. Bitkilər qeyri-cinsi və cinsiyyətli yolla çoxala bilir. Bitkilərin həyat dövründə cinsi nəsil ilə qeyri-cinsi nəsil növbələşir. Keçirik birinci mövzuya, çiçək və onun quruluşu. Burada açar sözlərdə kasacıq, tac, erkəkcik, dişicik, çiçəkyanlığı yazılıb, yəni çiçəyin quruluşu haqqında olan sözlərdir. Ölçüsü, rəngi və qoxusundan asılı olmayaraq bütün çiçəklər eyni vacib işi görür. Çiçəkli bitkilər öz həyatının müəyyən dövründə bir dəfə də olsa çiçək açır. Müxtəlif çiçəkli bitkilərin çiçəklənmə dövrü və müddəti fərqlidir. Ərik və lalə bitkilərin çiçəkləri kimi bəzi bitkilərdə çiçəklər zoğ üzərində tək-tək yerləşir. Əksər çiçəkli bitkilərdə adətən xırda çiçəklər qrup halında toplanaraq müxtəlif formada çiçək qrupları əmələ gətirir. Burada əriyin tək çiçəkləri şəkildə verilib, topulqanın çiçək qrupu, səhləbin çiçək qrupu verilmişdir. Burada topulqanla səhləbin ikisi bir-birinə bənzəyir. Sanki salxım çiçək qrupuna bənzəyir biraz. Tam çiçəyin quruluşu. Tam çiçək, kasacıq, tac, erkəkciklər və dişicikdən ibarətdir. Bu hissələr xaricdən daxilə doğru yerləşərək dairə əmələ gətirir. Ağızcıq səthi kələkötür olub, müxtəlif quruluşludur. Tozcuqları tutur, onların cücərməsi üçün yapışqanlı, şəkərli maddə ifraz edir. Sütuncuq nazik və uzundur. Üzərində ağızcığı daşıyır. Cücərməkdə olan tozcuq borusunu yumurtalığa yönəldir. Yumurtalıq
dişiciyin aşağı genişlənmiş hissəsidir. Daxili boşluğu bir veya bir neçə yuvalı olur. Burada yumurtacıqlar yerləşir. Yumurtacıq, yumurtalığın içərisində bir veya bir neçə ədəd olur. Daxilində dişi cinsi hüceyrə, yumurta hüceyrə inkişaf edir. Yumurtacığın daxilində artıq yumurta hüceyrə inkişaf edir. Dişiciyin quruluşu burada bitdi. Dişiciyin quruluşu solda yazılanlardır. Ondan sonra baxaq qalan hissələrə. Tac müxtəlif formalı və əlvan rəngli ləçəklərdən təşkil olunaraq iki qat çiçək yanlığının daxili dairəsini əmələ gətirir. Həm sərbəst ləçəkli, həm də bitişik ləçəkli olur. Əsas funksiyası həşəratları və quşları cəlb etməkdir. Tozluq adətən iki paylı olub, daxilindəki tozcuq kisələrinin içərisində tozcuqlar yetişir. Yetişmiş tozcuqlar erkək cinsi hüceyrələrə malik olur. Erkəkcik sapı tozcuqların yayılması üçün tozluğu uyğun vəziyyətdə saxlayır. Kasacıq adətən yaşıl və ya qonur rəngli kasa yarpaqlarından təşkil olunaraq çiçək yanlığının xarici dairəsini əmələ gətirir. Qönçənin açılışına qədər çiçəyin digər hissələrini mühitin əlverişsiz təsirindən qoruyur. Əksər hallarda kasa yarpaqları bitişik olur. Çiçək saplağı çiçəyi zoğa birləşdirir. Genişlənmiş hissəsində çiçək yatağında isə genişlənmiş hissəsində çiçək yatağıdır. Genişlənmiş hissəsi çiçək saplağının genişlənmiş hissəsi çiçək yatağıdır. Çiçək yatağında isə çiçəyin digər hissələri yerləşir. Bəzi bitkilərdə olmur və belə çiçəklər oturaq adlanır. Deməli, bu hissədə əsas qısa məlumatlar hansılar oldu? Tam çiçək odur ki, kasacıq, tac, erkəkciklər və dişiciklərdən ibarətdir. Sonra ağızcıqda tozcuğun cücərməsi üçün yapışqanlı şəkərli maddə ifrazı baş verir. Ondan sonra yumurtalığın daxili yuvaları yerləşir. Yuvaların daxilində yumurtacıqlar yerləşir. Yumurtacıqların daxilində isə yumurta hüceyrə yerləşir. Sonra tozluqlar adətən iki paylı olur və orada da tozcuqlar yerləşir. Kasacıqlar kasa yarpaqlarından ibarət olur. Yəni kasacıq kasa yarpaqlarından ibarət olur. Və kasa yarpaqları adətən bitişik olur, əksərən bitişik olur. Çiçək saplağı, bunun genişlənmiş çiçək saplağının genişlənmiş hissəsi çiçək yatağı adlandı. Saplaqsız çiçəklərə isə oturaq çiçəklər deyirik. Kasacıq və tac çiçəyin vegetativ hissələri olub, iki qat çiçək yanlığını təşkil edir. Kasacıq və tac ikisi birlikdə iki qat çiçək yanlığıdır və çiçəyin özünün də vegetativ hissəsi var. Deməli, çiçəyin vegetativ hissəsi dedikdə çiçək yanlığı, iki qat çiçək yanlığı, yəni kasacıq və tacı nəzərdə tuturuq. Dağ laləsi və zambaq kimi bəzi bitkilərin çiçək yanlığı, kasacıq və tac hissəyə ayrılmır. Yalnız eyni cinsi yarpaqcıqlardan ibarət olur. Belə çiçəklərə sadə çiçək yanlıqlı çiçəklər deyilir. Yəni kasacıq və tac hissələrini görmürük, ayrılmır da. Yalnız yarpaqcıqlardan ibarət olur. Burada aşağıda da sağda şəkil verilmişdi ki, necə olur ki, yalnız yarpaqcıqlar. Amma sol tərəfdə görürük ki, almada iki qat çiçək yanlığıdır. Burada artıq tacı da, yəni ləçəkləri, tacı kasacıqdan, kasa yarpaqlarından ayıra bilirik. Amma lalədə bu ayrılmır. Bu da sadə çiçək yanlıqlı çiçəklər deyilir. Erkəkcik və dişicik çiçəkli bitkilərin çoxalmasına imkan verən reproduktiv hissələrdir. Həm dişicikləri, həm də erkəkcikləri olan çiçəklərə təbiətdə daha çox rast gəlmək olar. Belə çiçəklərə iki cinsli və ya hermafrodit çiçəklər deyilir. Bəzi bitkilərin çiçəklərində yalnız erkəkciklər və ya yalnız dişiciklər olur. Bunlara erkək və ya dişi çiçəklər deyilir. Burada hermafrodit çiçəklər verilmişdir iki şəkildə və üçüncü şəkildə isə
erkək və dişi çiçək verilmişdir. Dağ laləsində məsələn görürük ki, həm dişiciklər, həm də erkəkciklər var. Həmçinin çiyələkdə də ortada görürük dişicikləri, kənarda isə erkəkcikləri. Amma balqabaqda birində sadəcə dişiciklər var, birində sadəcə erkəkciklər var. Düşün, müzakirə et. Müxtəlif bitkilərin çiçəkləri bir-birindən hansı əlamətlərinə görə fərqlənir? Bu əlamətlərin onların qruplaşdırılmasında nə kimi əhəmiyyəti var? Bu da elə bundan sonraki mövzularda açıq-aydın olacaq. Məsələn, elə bu mövzudan da dişici erkəkciyin olması haqqında yazmaq olar. Ondan sonra iki qat çiçək yanlığı olan, sadə çiçək yanlığı olanlar haqqında yazmaq olar. Hər hansı fərqləndirmələrdən istifadə edə bilərik. Öyrəndiklərinizi tətbiq edin. Çiçək formulu, xüsusi rəqəmlər, latın hərfləri və simvollardan istifadə edərək çiçəyin quruluşunu göstərməyin sadə ifadəsidir. K. Kəsacığı təşkil edən kəsə yarpaqlarını bildirir. C. Tacı təşkil edən ləçəklərdir. P. Yarpaqcıqlardır. Sadə çiçək yanlığı olan çiçəklər üçün sadəcə P istifadə olunur. A erkəkcikləri, G dişicikləri bildirir. Və mötərizədə olduqda bitişik hissələri bildirir. Sonsuzluq işarəsi 12-dən çox saydadırsa bu yazılır sonsuzluq işarəsi. Sonra dişi işarəsi dişi çiçəklər üçün, erkək işarəsi erkək çiçəklər üçün istifadə olunur. Hermafrodit çiçəklər üçün isə məsələn insanlarda da transgenderdə bu işarə var, istifadə olunur. Hermafrodit çiçəkləri bildirir. Sonra müxtəlif çiçək formulları verib bizə. Birində hermafrodit çiçəkdir. Burada məsələn öz-özümüzə desək ki, nədir? K5 dedikdə nəyi bildirdin? Bunun 5 kəsə yarpağı var, 5 ləçəyi var tacında. Ondan sonra 12-dən çox erkəkciyi var, bir dənə isə dişiciyi var. Bunu bildirir. Ondan sonra burada biri erkək çiçəkdir, biri dişi çiçəkdir. Yenə biri də hermafrodit çiçəkdir. Hamısı bir-birinə bənzər formada. Hansı çiçək formulu sadə çiçək yanlığı olan bitkilərə aiddir? Sadə çiçək yanlığı dedik ki, P ilə işarə olunmalıdır. Çünki yarpaqcıqları olan çiçəklərə deyilirdi. Yəni, bu ortadakı dişi və erkək çiçəklər sadə çiçək yanlıqlıdır. Hansı bitkinin bütün çiçəklərində tozcuqlar əmələ gəlmir? Nə üçün? Tozcuqların əmələ gəlmədiyini necə bilə bilərik? Orada erkəkciyin sayı 0 olmalıdır. Erkəkcik sayda 0 olan, A0 yazılan burada dişi çiçəkdir. Hansı ki, ikinci verilib dişi çiçək. Sonra hansı bitkinin çiçəklərində əmələ gələn tozcuqların sayı daha çox ola bilər? Nə üçün? Məsələn, elə erkək çiçəyin özündə dişicik sayı 0 olduğu üçün tozcuğun sayı daha çox olacaq. Ondan sonra burada baxaq başqa erkəkçiyi işarə edirdik A ilə. Və hər iki hermafrodit çiçəkdə erkəkçilərin sayı daha çoxdur. Sonra öyrəndiklərinizi yoxlayın. Çiçək yanlığı və çiçəyin reproduktiv üzvləri hansı hissələrdən ibarətdir? Deməli, dedik ki, çiçək yanlığının və çiçəyin reproduktiv üzvləri. Ümumiyyətlə, çiçəyin reproduktiv üzvləri yalnızca erkəkciklər və dişiciklər demişdi bizə. Çiçəklərin qrup halında toplanmasının bitki üçün əhəmiyyəti nədir? Bitki üçün əhəmiyyəti o ola bilər ki, çox yer tutmadan onun daha rahat çoxalması, daha çox çoxalması. Sizcə çiçəklərin ləçəklərinin müxtəlif rənglərdə olması onlara öz funksiyasını yerinə yetirməyə necə kömək edir? Bu da bilirik ki, çiçəklərin bir funksiyası da həşəratları cəlb etməkdir ki, o tozlanma baş versin burada. Həşəratlar onun tozcuqlarını götürüb başqa çiçəyin üzərinə qonsun və orada dişiciyin ağızcığına yapışdırsın. Bu da baxır hansı rəngləri hansı heyvanlar seçir. Məsələn, demişdik ki, arılar mavi və bənövşəyi rəngləri sevir. Kəpənəklər qırmızı rəngləri sevir.
Sizcə çiçəkdə erkəkçik və dişicik olmasaydı nə baş verərdi? Onda çiçəyin heç bir funksiyası olmazdı. Çünki əgər erkəkçik və dişicik yoxdursa, çiçək necə çoxalmağa xidmət edə bilər və orada meyvə də əmələ gələ bilməzdi.